digər iş yerində işlənəndə 2 il işləyirdim və mən 250 manat maaş alırdım. Bu mənim üçün çox böyük bir şey idi. Orada çalışa mən 6-da işdən çıxmalıydım və bəzən çıxa bilmirdim. Müştərilərin də sifarişlərini çatdırmalıydım. Onda da çox sifarişim yox idi, az idi və əlimlə düzəldirdim. Bildiyimiz kusoçka kəsimlər olunurdu. Onu gətirirdim, abed vaxtı olurdu. Abed vaxtı kəsirdim, düzəldirdim, şəkillərimi vururdum. 6-da işdən çıxan kimi aparıb metroların içərisində onu verirdim. 28-də daha çox metronun içərisində sosun yanında unutmaram onları, sifarişləri verirdim. Bu sürəc, o ağır, yavaş gedən sürəc çox uzun oldu məndə. Mən həqiqətən bu işi quranda da bu işi görməyimi istəməyən insanlar var idi. Yadıma gəlir, 18 yaşımı 19-a keçid eləyirəm. Bir dənə gül mağazası var idi. Onlar da Aptavoy idi ki, mən gəlib Aptavoydan gülü götürməliyəm. Ağlımda olan 1-2 dənə qutular var, onları eləməliyəm. Mən onlardan gül almağa gedirəm. 8 mart, 8 mart ərəfəsi idi. Məni bildiyiniz yəni saymadı ki, yəni bizdən gül alma da, yəni buradan niyə alırsan? Get başqa bir yerdən al. Mən yavaş-yavaş təzə-təzə qururdum. Bir şey axtarırdım. Elə bil hər bir gül mağazası mənim üçün. Elə birdən buradan gül alsam, onu düzəltsəm, gedib sifarişlərimi versəm, yəni çatdıracağam. O qədər həyəcan dolu günlər yaşamışam ki. Çünki məni saymayan insanlar həmin zaman və mənə çox belə baxan insanlar sıradan hal-hazırda indi məni axtarırlar. Çox təəssüf ki, insanlar belədir və məni çox üzür.